Crosstalk'un birinci sezonunda hamınızı xoş gördük. Bugün ilk buraxılışdan başlayırıq. Qonağım Əli müəllimdir, Əli Hədov. Əli müəllim uzun illərdir maşın sektorundadır. Hal-hazırda isə InMotors'un direktor olaraq çalışır. Xoş gəlmisiniz Əli müəllim. Çox sağ ol Murad, təşəkkür edirəm dəvət üçün. Dəyməz. Həm də Əli müəllim mənim ilk rəhbərlərimdəndir. Əmək bazarında ilk başladığım iş yerlərində Əli müəllim rəhbərlərindən biri olub. Ümid edirəm ki, maraqlı bir söhbətimiz olacaq. İnşallah. Mənim ilk sualım odur ki, universiteti bitirdikdən sonra maşın sektoruna, maşın sferasına keçmək planlı idi, yoxsa təsadüfən bir də gördünüz ki, maşın sektorunun içindəsiz? Çox maraqlı bir sualdır. Məncə cavabı da maraqlı olacaq. Deməli, əvvəlcədən mənim bu sferaya marağım olub. Yəni mən uşaq vaxtdan belə avtomobilin üstündə hər hansısa bir təmir və s. onu çalışmışam ki, özüm həyata keçirdim və bu sferaya maraqlıydım. Yəni valideynlər də bilirdi ki, avtomobilə maraqlıdır. O vaxt internet falan yox idi. Bu avtomobil haqqında mənim belə jurnallarım olurdu. Daim oxuyurdum onları. Yəni şəkillərinə baxmırdım, amma oxuyurdum. Məlumatlıydım bütün avtoistehsalçılardan və s. Və əsgərlikdən gəlmişdim. Bir neçə şirkətdə işləyirdim. Yəni bir iş olsun, yəni bir sferanı, uyğun sferanı tapana kimi. Amma açığı deyim ki, belə bir ağlımda bir yox idi ki, avtomobil sferasına gələrəm. Düzdür, sahə sevdiyim idi, amma yəni onu düşünmürdüm. Bir dostum zəng vurdu, yəni artıq əsgərlikdən gəlmişdim, il yarımdır, 2 ildir belə. Dostum zəng vurdu ki, bəs bir avtosalon açılır, filialı açılır, yəni hal-hazırda məşhur brendlərdən biri idi. Bəs ora bir işçi lazımdır. İndi təsəvvür edin ki, işə gedəndə necə düşünürsən ki, maaş nə qədər olacaq, iş necə olur, məndən nə tələb olunur? Deməli, bu zəng gələndə nə maaş, adam telefonda danışırdı, nə maaş fikirləşdim, nə işi və dedim ki, yox, mən ora getməliyəm. Heç inan ki, maaşı eşitmədim, nə deyir. Getdim ora, o sahəyə mən düşüm. Çünki sahə sevdiyim sahədir. Sevdiyin sahədə də əgər işləyirsənsə, sən demək olar ki, işləmirsən də, yəni eyni zamanda işləyirsən, həm də işləmirsən. Yəni xoş vaxt keçirsən. Bəli, zövq alırsan. Və o filialda başladım işləməyə bir satış kimi, yəni satış təmsilçisi kimi. Çox qısa bir vaxtda, yəni 2 həftəyə bütün məhsulları mənimsədim. Yəni və sonra ondan sonra həmən şirkətin, həmən firmanın başqa filialına keçdim. Hətta orada bir satış rəhbəri kimi, yəni o star satış deyirlər də ora. Və ondan sonra orada artıq başladım marketinq işlərinə kömək etməyə və sonra oradan ayrıldım. Başqa bir avtomobil şirkətinə getdim, artıq satış marketinq bir yerdə. Ora artıq mənə çağırdılar ki, o da sıfırdan qurulurdu. O da Çin brendidir. Sıfırdan qurulurdu və gəldim orada. MG. MG o vaxtı. Əvvəlki MG. 2011 idi, 11 idi səhv etmirəmsə, 10 idi, 11 idi, bu illər idi. Onu sıfırdan qurduq. Yəni və orada gəldim, daha da çox öyrəndim, yəni o sahəni. Çünki gəldim, mənə dedilər ki, bu brenddir, bu maşındır və salam, heç nə yoxdur. Nə ehtiyac hissəsi var, nə zəmanət var, nə bir şey var. Hamısını sıfırdan başladım danışmağa, Çinlə və s. qurduq, düzəltdik. Ondan sonra artıq mən gəldim Audiyə, yəni marketinq rəhbəri kimi və ondan sonra da məncə rəhbər kimi çalışdım Audidə və sonra öz layihəm olaraq bu iMotors'u yaratdıq və sonra iMotors'da da bir neçə Çin avtomobilləri ilə müqavilələr bağladıq və nümayəndəsi olduq. Mən belə bir sual vermək. O dövrdə, məsələn 2011-lərdəki maşın sferasındakı marketinqlə indiki marketinqi necə dəyərləndirirsiniz? Nə qədər fərq var? Çox fərq var, yəni heç müqayisə olunası dövrdə. O dövr asandı indi. O dövr necə idi? Yəni əsasən informasiya daşıyıcıları nə idi bizdə? Orada jurnallar, bukletlər, nə bilim, flyerlər, həmçinin televiziya kanallarında olan reklam, radio. Televiziyada da avtomobil verilişləri var idi. Ən maraqlı o idi, yəni hamı çalışırdı ki, o verilişdə olsun. Radioda hətta avtomobil verilişi o vaxt yox idi, yəni avtomobillə bağlı indiki kimi. Radioda verilişlər var idi, amma avtomobil məsələsi yox idi. Daha çox televizorda vardı o vaxtlar, nə bilim, Автотайм vardı, 4 çax var idi. O bir dənə də veriliş vardı, adı yadımda deyil. Hamı çalışırdı orada olsun. Yəni əsas o idi. Yəni bəsit idi marketinq, belə deyək. Amma indi daha çətindir. İndi rəqəmsallaşma gedib, yəni kanal sayı çoxalıb. Kanal sayı, platforma sayı çoxalıb, sosial şəbəkələr var. İndi sən bir sinerji kimi tapmalısan marketinqdə, bir sinerji nöqtəsini tapmalısan ki, ənənəvi
qorumaqla digitalda olasan da. Yəni ənənəvini tam da buraxa bilmirsən avtomobildə. Çünki avtomobil belə şeydir ki, görüb əli vurub toxunmalısan, bilməlisən. Yəni o elə məhsul deyil ki, bircə baxmaqla ala biləsən. Ona görə avtomobildə hər ikisi qorunub Qorunub saxlanmalıdır. saxlanmalı. Bəs belə bir sual verim. Keçmiş dövrdəki ənənəvi marketinq daha çörəkli idi, yəni daha çox alver verirdi, yoxsa indi rəqəmsal marketinq Rəqəmsal indi daha çox, daha çox verir, daha satış çox verir. effekt verir, bəli. Daha çox effekt verir. Bəs mənim kost olaraq, yəni qazandığımız müştərinin xərci baxımından indi daha az xərcləyirik, yoxsa keçmişdə daha? Yox, indi məncə çox xərcləyirik. İndi çox xərcləyirik. Mən öz sferimdən Hə, danışanda, maşından avtomobildən danışırıqsa, indi çox xərcləyirik. İndi çox Hə. xərcləyirik. Bunun bir çox səbəbi var. Bu təkcə rəqəmsal marketinqlə bunu bağlamayaq. Birincisi, indi bazarda oyunçu çoxdur. Yəni sən məcbursan da, yəni bir bazarı deyək ki, bölə bilərsən 5 yerə, bölə bilərsən 15 yerə. Ona görə oyunçu çoxaldıqca sən də marketinqə çox xərcləyirsən. Amma o bazar payı da var da, bazar payın çox deyil. Əvvəllər oyunçu az olduğuna görə bazar payı çox idi və xərcləyirdin, onun əvəzində daha çox lid əldə edirdin. Daha çox lid əldə elədiyinə görə də kostun düşürdü aşağı, Kostun düşürdü, mənfəətliyini artırdı. Bəli. Bəs mən əvvəl Alman maşınlarla çalışmısınız uzun illər. Alman markasının məncə marketinqini etmək biraz daha rahatdır. Çünki uzun illərin bir markası var. İndi Çin maşınlarına işləyirsiniz. Bunun bazara tuzdurmaq daha çətin. Bu keçid necə baş verdi? Yəni necə qərar verdiniz ki? Bu uzun bir, yəni danışılası bir məsələdir. Çalışacağam bunu qısa formalaşdırım fikrimi. Alman maşınları, yəni 100 ildən yuxarı tarixləri var. Yəni hər hansısa bir Alman maşınını gətirib buradakı auditoriyaya çatdırmaq daha rahatdır. Çünki hamı eşidir, brendin adını görürlər, bilirlər və sən də müəyyən öz töhfəvi qatırsan, bir marketinq aktivliyi həyata keçirdirsən. Çin maşınlarında bu çətindir. Əksər Çin maşınları bir neçə ildə Yaranıblar. startap kimi çıxanlar var. Yəni sən və adları yaddır da, yəni adın tələffüsü belə yad olanlar var. Hə, onu marketinq olaraq çatdırmaq çətindir. Amma ki bu Çin maşını stereotipini son 1-3 il ərzində artıq bizim alıcılar qırdılar. Yəni artıq qəbul elədilər Çin maşınını. Əvvəllər qəbul olunmurdu ki, keyfiyyətsiz və s. Amma bunu qəbul etdilər ki, bəli, kifayət qədər maşınlar keyfiyyətlidir. Yəni öz qiyməti ilə o qiymət-keyfiyyət nisbəti var da, balansı, onu avtomobil ona cavab verir. Yəni biz təbii ki, Çin maşınından deyək ki, bir 35 minə alınmış Çin maşınından hər hansısa bir Alman maşınının keyfiyyətini mi deyək və yaxud da ki, uzun ömürlüyünü ala bilmərik. Amma yəni avtomobil öz qiymətinə görə geri də qalmır. Yəni biz məsəl üçün bizim satdığımız maşınlardan sürənlər var. 2 ilə yaxındır da il yarım sürüb 160 min, 130 min sürən adamlar var, dayanmadan sürürlər. Və indi soruşasan ki, nə dəyişiblər maşında, nə ehtiyatçısı dəyişib? Heç nə. Adam yağının suyunu, nə bilim, vaxtında dəyişib sürüb. Hə, xadavay. Heç bu əyləc bəndi var da, nakladka deyilir. Heç onu belə dəyişilmir. Hə, yəni rekuperasiya istifadə olunduğuna görə əyləc bəndi ölü stokdur, yəni dəyişilmir o. Hə, bəzi iş adamları bu ənənəvi maşınlardan, yəni Yapon, Koreya və s. onlardan keçdilər Çinə ki, Çin populyar olur. Ehtiyatçı satanlar getdilər, nakladka vurdular, götürdülər konteynerdən. Heç bir dənə də sata bilmirlər. Çünki istifadə olunmur da, yəni nakladka satılmır. Ən gec satılan şey. Hə, gec satılan şeydir. Ona görə indi müqayisə şəkildə desək çətindir, bəli. Mən şəxsən özümdən götürüm ki, ona görə bu sferaya girəndə daha çox çalışdım ki, Çində olsa belə biraz tanınmış brend olsun. Yəni özəyi olsun brendin. Məncə mən həm də məsləhət də görərdim ümumiyyətlə avtomobil alıcılarına da Çin maşını alırsa biraz dərinə getsin. Görsün ki, bu brend hardan gəlir. Məsələn, bizdə olan brendlərdən deyək ki, Wuling-də General Motors-un yəni töhfəsi sayəsində yaradılmış şirkətdir. Şirkət özü bağlıdır birbaşa General Motors-a. General Motors-un yəni başqa özünün də, yəni Chevrolet-dir, böyükdür və s. özünün loqosu ilə satdığı Wuling maşınları var başqa bazarlarda. Eyni maşındır. Məsələn, bizim satdığımız maşın var, başqa bazarda Chevrolet loqosu ilə satılır. Hə, yəni o keyfiyyəti var avtomobillərdə. Ona görə mən məsəl üçün onu seçdim ki, hardasa bu biraz rahat olar. Yəni arxasındakı konsernə baxmaq lazımdır ki, bu hara bağlanır şirkət? Bəli. Bəli, bu şirkətin eksportu var, yoxdur. Məsəl üçün digər bir brend var, o da məşhur brendlərin Amerikan brendində, məsəl üçün GMC, o da Fordla joint venture şirkətlərdir. Son olaraq məsəl üçün Omoda Jayco
sırf ixrac üçün, yəni daha çox Hazırlamış. Avropa üçün istehsal olunmuş bir maşındır, Çində yoxdur. Ona görə mənim yanaşmam belə oldu. Tanınmış bir maşınlar olsunlar ki, yəni adam ən azından bir Google-da yazanda ki, mən maşın almaq istəyirəm, bunun adı nədir, hardan çıxır? O getsin görsün ki, hə bunun General Motors-la əlaqəsi var, bunun Ford-la, bunun Avropada satışları var və s. Yəni Məsələn, belə. ilk keçiddə ən çox qarşılaşdığın problem, vəziyyət nə oldu? İlk keçiddə problem hamı soruşurdu ki, bunun adı nədir? Yəni bu necə tələffüz edək? Wuling, W-nu bizdə bəziləri Ş da deyirlər. Hə, Shuling deyənlər olub. Ən çox elə deyənlər olub. O çətin idi həqiqətən onu bağlamaq bizim bazara çətin oldu. Yəni o nə deyim, hətta indi də çətindir. Yəni, çünki büdcə maşını olduğu üçün bazarda oyunçu həddən artıq çoxdur. Biz indi marketinq tərəfini danışırıqsa, marketinqə çox xərcləyirsən, həddən artıq çox xərcləyirsən, amma o feedback əldə edə bilmirsən. Geri dönüş gəlir, o səviyyədə gəlmir. Çünki oyunçu çoxdur. Bazarda Çin avtomobili satan rəsmi olmayan, həddən artıq çox satıcılar var da, yəni. Bir də Çin markasının sayı da çoxdur. Məsəl üçün Alman markası deyəndə 3 dənə sayarsan, 4 dənə sayarsan da 100, keçən dəfə 30 idi, nə idisə bir rəqəm, 129-dur, belə bir rəqəm çıxdı. O günləri işə ulaşıb maşın almaq istəyir. Deyir Murad, o qədər marka var ki, Excel tutub, yazır ki, bu markanın bunun ki, yəni hesabat aparır ki, fərqlərini ölçə bilsin də. Deyir əvvəl məsəl üçün 2 dənə salona girirdin, artıq qərar verirdin. İndi deyir 10 dənə salona getmişəm, eyni segmentdə 30 min 50 min civarında. Bəlkə bir 7-8 dənə maşın sürürəm, yazıram ki, bu var, bunun var. Bu biraz da şey yaratmır. O çox seçim olanda seçimsizlik yaranır. Yaradır, bəli, yaradır. Sadəcə baxmaq lazımdır ki, biz indi alıcı tərəfdən baxırıq, yəni son istifadəçi tərəfdən də. Mən deyərdim ki, baxmaq lazımdır. O burada avtomobilin rəsmi nümayəndəsi var, yoxsa yoxdur. Birinci, hə nümayəndə var, okey. İkinci keçirik ki, o şirkət özü startapdırmı, dünənmi yaranıb, yoxsa bir özəyi bağlıdır hər hansısa bir Çində olan böyük şirkətlərə. Belə biraz o əleydən keçirsək, onda baxarıq ki, say azalır. Hə. Amma indi çox təəssüf ki, o qiymət məsələsi önəmə keçir bizdə. Ona görə ona daha çox getmirlər. Yəni o biraz ikinci plan, məhsul özü ikinci plana keçir. Bugünkü gün mən deyərdim ki, belə bir maraqlı faktor var. Yəni xüsusən də bu 30-40 min arası, yəni büdcə maşınlarında da deyək ki, məhsulun qiyməti ilə məhsulun maliyyələşmə şərti ön plana keçir, məhsulu ikinci plana keçir. Yəni ki, biz Çin maşını almaq istəyirik. Çin maşını yox, ümumiyyətlə maşın almaq istəyirik. Bizə maraqlıdır ki, yəni mən bunu konkret statistika üzərindən deyirəm, yəni mənim öz lidlərimi analiz eləmişəm, onun üzərindən deyirəm. Yəni adam soruşur, məsəl üçün şərti olaraq deyirəm, ilk ödəniş 5000 manat maşın var, var. Hə, deməli mən bu maşını alacağam. Artıq oradakı maşın var ha, məhsul. O maşın nə maşındısa, maraqlı deyil. 5000 manata mənə maşını satırsa əli, hə mən bu maşını ala bilirəm. Artıq maşın keçir ikinci plana. Orada Çin maşınlarından 5 dənəsi, 10 dənəsi də olsa, hesab edirəm ki, ona baxmayacaq. Yəni baxılacaq şərtə. Bu dəqiqə böyük faktordur. Amma qiymət qalxdıqca yuxarı, artıq segment dəyişəndə, onda deyək ki, bir nəm 50-nin üstü 60, 70 və s. onda artıq alıcı biraz başqa cürdür o yanaşması. O baxır, araşdırır maşını, görür bu maşın mənə uyğundur, maşının opsiyaları və s. Ondan sonra keçir maliyyələşmə şərtlərinə. Bazar neçə faizi, məsəl üçün 60 plus maşın ala biləcəkdir, neçə faiz aşağıdır sizcə? Bölgə olaraq desək. 60-dan götürürüksə, mən deyərdim ki, bazarın bir 30%, 30-35, yəni belə. Maksimum. Hə, 35%. Böyük bir hissəsi ucuzlu maşın axtarır. Bəli. Mənim onda belə çıxır ki, biz marketinqdən çox nə öyrənmişik? Məhsul marketinq olur da, yəni maliyyə gücünün və yaxud maliyyə şərtlərinin olmur. Onda hansı şirkətin daxili kredit imkanı, hansınsa bankla əlaqəsi və yaxud güclü maliyyə imkanları varsa, yəni maşınını uzun müddətli kredit imkanı verirsə, o oyuncu güclü olur. Onda bir marketoloq olaraq burada hansı addım atmalıdır? Tamamilə düzdür. Hal-hazırda vəziyyət odur. Hə. Məhsul keçir ikinci plana və mənim də şəxsən öncə bu bazara, bu segmentə girəndə qarşılaşdığım o problem o idi ki, mən öz təcrübəmə əsasən məhsul tərəfdən yəni gəldi və gördüm ki, yox, yəni bu alınmır məhsul tərəfdən. Və ona görə də bir neçə bu artıq bu 1 ildən yuxarıdır da
belə qərara gəldim ki, həm məhsul olmalıdır qiyməti, çünki qiymət faktordur, önəmli faktordur və maliyyələşmə şərti olmalıdır. Bunların da ikisi birgə bir produkt olmalıdır. Bir produkt hazırlamalısan. Artıq marketinqi ikisinin birləşdirilmiş şəkildə bir məhsula baxıb marketinqi başlamalısan. Yəni məsəl üçün orada olmalıdır nə güzəştli şərtlə kredit verilməsi yaxud lizinq hər nə isə və ola bilər ki, sən hər hansısa bir öz töhfə qatasan ona. Məsələn, mən bu dəqiqə üzərində də işləyirik və hesab edirəm ki, operational leasing deyilən bir şey var da, bu bizdə yoxdur. Hesab edirəm ki, belə olsa, bu yeni bir şeydir avtomobil bazarında. Belə bir məhsulu hazırlasaq və çatdırsaq biz üçüncü alıcılara, yəni end userlərə, hesab edirəm ki, o maraqlı bir məhsul kimi olar. Yəni məhsulun marketinqini başlamalıyıq maliyyələşmə şərtindən. Və maliyyələşmə şərtini də o qarşılıqlı danışıb biz razılaşdırmalıyıq o maliyyələşdirən qurumdan ki, yəni onların da marağı olsun, onlar da bir marketinq tərəfdən öz töhfələrini versinlər. Sən də öz məhsulunla onu birləşdirəsən və nəticədə alıcılar ondan faydalana bilsinlər. Bəs maşının servis anlayışı var, zapçası tapmaq anlayışı. Ən böyük çin maşınlarında stereotipdir ki, zapçasını tapa bilmirik. Sizcə bu maliyyə, məhsul, bir də bu servis. Servis bu çarxın içərisində hansı rol oynayır? Yəni servis üçün də ayrıca bir marketin yanaşması mı qoymalıyıq, yoxsa bu sadəcə xidmətdir və yaxud şirkətdən asılıdır və yaxud məhsuldan asılıdır? Servisin çox önəmli yeri var burada. Xüsusən də yeni brenddən danışırıqsa. O dediyim produkt ki var, hansı ki düzəldirik ya. Sadəcə vurğulamağı unutdum. Həmin produktun içərisində gərək servis də olsun. Servis olsun, hə. Yəni alıcı artıq hər hansısa bir marketinq aksiyasında mı deyək, ya hansısa bir reklamda deyək, adam hamısını görməlidir. Yəni məhsulu da maliyyələşmə şərtində, onun o satış sonrası xidmətində və s. zəmanəti və s. Yəni onu çox qısa bir mətndən, çox qısa bir video mu deyək, hər hansısa bir də yəni informasiya daşıyıcısı harda veririksə onun reklamını, fərqi yoxdursa, o kontentdə çox qısa şəkildə hər bir şeyi görməlidir. Yəni adamda bir əminlik, inam yaranmalıdır ki, mən bu maşını alıram, cibimə də uyğundur, zövqümə də uyğundur və sabah problem də yaşamayacağam. Mənim həqiqətən də Kitay maşının zapçasını tapmaq çətindir, yoxsa bu artıq mifdir, yəni? Belə deyək. Siz öz markalarınızdan deyə bilərsiniz. Mən öz markalarımdan yox, məndə problem yoxdur. Yəni mən çünki bu işin içərisində olduğuma görə az öncə vurğuladım. Mən onun problemli tərəfini bilirdim əvvəlcədən. Mən avtomobildən qabaq mənim konteynerdən ehtiyat hissəsi gəlib orada qalırdı. Bəli, biznes tərəfdən sərfəli deyil, çünki sən pulu 200-300 min yatızdırırsan orada ki, mən satacağam. Amma məhsulun o brand awareness tərəfdən müştəri üçün yaxşıdır ki, adam bilir ki, hə orada skladda malı var, yəni sabah problem olmayacaq, götürəcəyim oradan. Yəni məndə o tərəfdə problem yoxdur. Yəni amma biz bilirik ki, yəni avtomobil satışı, xüsusən də bu son bir neçə illərdə Çin avtomobillərinin satışının böyük hissəsi rəsmi yox, qeyri-rəsmi idxal olunanlardır. Dəhşətli. Yəni həddən artıq çox fərq var da o rəsmi ilə qeyri-rəsmi arasında. Və bəli, bu maşınlarda bugünkü günü ehtiyat hissəsi problemi var. Baxmayaraq ki, digər, məsəl üçün də deyək ki, ya Çanqandır, ya BYD-dir, bunların rəsmi satışı da var, amma o rəsmi özünün gətirdiyi kifayət qədər maşın var, onlara ehtiyat hissəsi satır. Kənardakılara satmır. Ehtiyat hissəsi, Çin avtomobilə ehtiyat hissəsi satanlar var. Amma yenə də problem var. Çünki bizim servis, bu arada Otodok servisdir, yəni adı o ayrıca bir proyekt kimidir. Həm öz maşınlarımız təmin olur, həm də ki multibrand kimi biz çalışırıq. Və bizdə təmirə gələn avtomobillər var, hansı ki brendlər çox kifayət qədər tanınmışdır Azərbaycanda. Biz yerli bazarda o avtomobillərin ehtiyat hissəsini alıb üstünə qoymağa problem yaşayırıq. Avtomobillərin təhvil vermə müddəti uzanır, ona görə ki, ehtiyat hissəsi yoxdur. Həri, xadovoy ehtiyat hissəsi, ən çox satan ehtiyat hissələrini alıb saxlayırlar, amma maşının bütün detalları olmur. Olmur, xeyr. Məsələn də deyək ki, bir maşının daha çox da gövdə hissələrindən gedir söhbət. Məsələn, maşının bir qabağı əzilir. O qabağında da təkcə bamperlə fara deyil də, yəni xırda o altda detallar var.
Hə, gedirsən lap faranı tapdın, gətirdin, gəldin. Hə, onun altında kronşteynlər və s. yoxdur, gözlə orada. Yəni dəfələrlə olub 3D printerdə düzəltdirmişik ki, hər Hə, hansısa bir mən də plastmaslı eləmişəm. balaca bir şeydi qoyasan. Yəni bu o deyil, yoxdur. Ya adi mənim özüm 2 dənə maşındır. Maşının pultu əlimdən düşdü, maşının altında qaldı, qırıldı. Mən onun üçün 6 aya yaxın, 3 aydan 4 aya yaxın gözlədim ki, o pult gəlsin ki, mən kartdan çıxa bilim. Hə. Biraz deyir yoxdur da, yəni nə deyə bilərəm? Hə, yəni bir var ki, məsələn, pult deyək ki, gündəlik istifadə olunan şey deyil də. Yəni onu hardasa başa Tez-tez düşmək olar. yəni. Həm də bir məsələ var. Mən indi bilmirəm o maşında necədir. Bəzi avtomobillərdə pult o açar ki var, oradakı o kod olur da, immobilizer Hələ kodu, məndə də var. təhlükəsizlik məsələsi. Təhlükəsizlik. Ona görə bəzi maşınlarda maşının özünə görə sifariş olunur. Mən indi o Bəli. sənin maşında bilmirəm Eynidir. orada vəziyyət necədir. Şey O yaza bilmirlər. Məsəl üçün hə, yazılmır. yazılmır, xüsusi gəlir maşın. Yazılmaq üçün də necə olmalıdır? Onu oxuyan blok ki var maşında, üçü birgə dəyişilməlidir Bəli. yəni. Hə, belə hallar olur. Amma ki, gövdə detallarıdır, bunlar olmalıdır da. Yəni bu maşın gedib əzilə bilər, normal bir şeydir də bu. Yol Məsələn, nəqliyyat test hadisəsi drive ola bilər. imkanlarımız nə qədərdir bizim ölkədə? Bizdə Sizə hə. bizdə yəni satdığımız Bütün- modellərə bütün test drive var, bəli, verilir. Yəni məsəl üçün o zövqü verirmi sizcə? Test drive. Yəni sürmə, o Çin markası sürücü zövqünü verirmi, o sürmə həzzini verirmi? O deyərdim ki, hə, verir. Yəni yenə də deyək də Siz məsəl mən bilirəm, sürməyi sevirsiniz. məndən danışırıq. Yəni mənim üçün bilirsiniz necədir? Bir var ki, avtomobili alırıq nəqliyyat vasitəsində, yəni A nöqtəsindən B nöqtəsinə getməyə. Bu bir düşüncəli adam şəxslərdir ki, yəni bunun üçün istəyirlər. Bir də var ki, avtomobildən nəsə biraz daha çox istəyirsən. Yəni mən həmişə deyirəm, mənə belə sual verirlər ki, bəs Çin maşını sən sürürsən, hal-hazırda mən idarə edirəm 2 ildir. Mən plug-in hibrid avtomobil idarə edirəm, yəni öz satdığımız avtomobillərdən. Mən razıyam, razıyam. Hə, niyə razıyam? Mən o maşından nə istəyəcəyimi bilirəm. Mən o maşından artığını istəmirəm. Yəni mən ayda bir dəfə yanacaq tökürəm. Həftədə bir dəfə maşını şarj edirəm. Bu məni bir ay görür 1000, 100, 1200 kilometr sürürəm. Rahat da sürürəm ha, deyək ki, ay kondisioneri söndür, enerji istifadə olunmasın, bərk sürmə, yavaş sürmə. Belə şey yoxdur. Rahat istədiyim kimi sürməklə, yəni qənaət tərəfdən əladır. Şəhərdə tıxacdır da hər yer. İşə, evə gedib gəlməyə, işte görüşlərə getməyə, şəhər içərisi üçün yaxşıdır, sakitdir, uyğundur, maşın genişdir. Mənə bu sərf eləyir. Mən dursam o avtomobildən hər hansısa bir emosiya axtarsam ki, mənə idarə olunma lazımdır, sürət və s. Yəni onda adama deyərlər ki, get 8 silindr maşın al gəlanda, yəni bizdə maraqlıdır. Yəni alıcılar belə bir şey deyir, məsəl üçün. Yanacaq az işlətsin, minimum, tamam. Qiymət ucuz olsun, tamam, dövlət baxdı, subsidiyalar verdi, qiymətlər düşdü aşağı, ƏDV və s. olmadı. Ondan sonra maşında hər şey olsun. Monitor olsun, yekə olsun, lük olsun, nə bilim falan 5 məkan dəri olsun. Bunlar hamısı olsun və maşın 180-dan 200-dən getsin. Yəni tam bir-birinə ziddiyyət təşkil edir də. Yəni sən bu yandan hər şey kəsirsən və istəyirsən o idarə olunma olsun, o olmayacaq. Yəni onu indidən danışaq ki, bunu gözləməsən. Hər bir halda 6 silindr mühərrikli bir maşından 1.5, yəni bəzi hallarda 4, 3 silindrlə hətta olur avtomobilin performansını gözləyə bilməzsən. RS7 performansını. Yəni sən onu necə gözləyə bilərsən ki, yəni maşını almısan 23.000 manata, sən istəyirsən ki, bu maşından hər hansısa bir performansda olan bir də 80 minlik, 100 minlik avtomobilin verdiyi emosiyanı yaşayasan, o deyil, yox, o yoxdur. Amma ki, dediyim kimi, mənim şəxsən avtomobilim gündəlik idarə olunmada mənə tam qane edir. Hətta belə bir şey deyim, çox maraqlı bir şeydir. Yəni mən bunun içindəyəm, mən bunu bilirəm deyim. Bir müddət bizdə evdə bir Yapon maşını vardı. Mən öz Alman maşınımı satmışdım. Artıq ili gedirdi, maşını dəyişməliydim. O maşında yəni sürücüdə olan bir maşın idi, amma təzə idi, heç sürülməmişdi. Elə bir almışdıq, qalmışdı. Çox az bir təzə maşın idi. Dedim ki, bunun ili təzədir. Müəyyən vaxt mənim də iş yerim biraz uzaq idi şəhərdən. Yol tam olaraq yaxşı deyildi. Yəni Alman maşını ona görə satdım ki, o yolu gedib gələ bilmirəm oyuna. Dedim bir müddət bunu sürüm. İli təzədir. Sonra artıq ofis dəyişəndə bunu sataram. Sən təsəvvür elə Murad. O ay bir neçə ay oldu, ilə yaxın o maşını sürdüm, o Yapon maşınını. Mənim sürüş tərzimi dəyişdi maşın. Yəni
O qədər mən problem yaşadım Alman maşınından sonra onda. Mən elə bildim qapısı açıq qalıb maşının yerin sesi gəlir. Nə bilim mən tormuz verəndə qorxurdum. Mənim sürüş tərzim dəyişdi. Mən məsafəni başladım 3 dəfə artıq saxlamağa, maşın dayanmırdı, maşın getmirdi, idarə olunmurdu. Belə bir problem yaşayırdım. Təsəvvür edin, mənim indi sürdüyüm Çin maşını, hamıya deyirəm, yəni ətrafda olanlara. Mənim indi sürdüyüm Çin maşını qiymət olaraq həmin o Yapon maşınından təxmini eyni şeydir. O Yapon maşından 10 dəfə yox, 50 dəfə yaxşı maşındır. Yəni 50 dəfə ya, hər şeyi ondan yaxşıdır. Ona görə mənə kifayət edir yəni maşın bu. Yapon maşınında elə bir zəngi Yox, yəni Yapon maşınını ümumi hamısını yəni pisləməyək də, tərifləməyək də. Mənim sürdüyümdən danışıram. O modeldən şəxsən. Yəni brenddə bir şey demirəm də, Yaponun çox yaxşı, kifayət qədər yaxşı maşınları var. Amma yəni qiymətdə mən o qiymət-keyfiyyət balansından danışıram. Məsələn, o qiymətdə olan o Yapon maşınından mənim indi sürdüyüm Çin maşını 50 dəfə yaxşı maşındır, yəni ən azından. Söhbət oldu, məsələ oldu. Hə, yəni ses izolyasiyasından, sürət dənməsindən, tormozundan, idarə olunmasından, hər bir şeydə genişliyi, hər bir sərfiyyatından, hər bir şey nəzərə alsaq ondan yaxşıdır. Ha, sərfiyyat məsələsi məndə də plugin hibriddir. Ayda bir dəfə polnu bak, yəni zaryadka gördü. Bir ay maşın zapravkaya girmir. Hətta bir dəfə o gün dayım mənə deyir ki, ayda nə qədər şey pul verirsən, deyirəm ki, kalendara yazıram ki, nə var zapravkaya girmişəm. Növbəti aya baxıram ki, çünki şəhər içində o qədər sərfiyyat yoxdur. 1100-1200 kilometr sənə yol sürüş verir və çox kifayət edir o da. Həm də hibridlər şəhər içində daha effektiv olur. Düzdür, hibridlər şəhərdən kənar yollarda effektivliyi düşür aşağı, elə olmur. Çünki həm mühərrik daim başlayır işləməyə, amma şəhər içində kifayət qədər effektiv. Yəni 4-5 litr yanacaq sərf edir. Amma məsələn mən Lincoln Code sürürəm də. Ən çox xoşuma gələn maşının zövq aldığım şey Xankəndinə getmişdim. Sərsəng su anbarından Xocalıdan Xankəndinə düşən Pereval var. 90 kilometr yuxarıdan aşağı. Maşın Perevalda mənə o qədər zövq verdi ki, o qədər yolu tutdu. Yəni Perevalda mən 90-100 sürürdüm. Yəni maşın elə oturmuşdu. Sonra dedim ki, yox, bu maşın yəni zövq verir. Yəni heç bir Alman maşınından çox da seçilmir. Yəni indi müqayisə ilə qiymət fərqinə müqayisə. Yəni mən Yapon maşınıyla o Perevalda olsaydım 100% mənim Karoblam var idi. Mən 100% uçurumdan uçmuşdum. Amma bu yox. İki Perevaldan sonra tormozda yanır, qalxmır, düşmür, amma bunda elə bir şey yoxdur. Onda yoxdur, çünki orada rekuperasiya var. O aşağı düşəndə o avtomobili, o elektrik motoru ki var, o elektrik motorunun köməyi ilə saxlayır, tormozlayır. Ona görə də o əyləc bəndinə güc düşmür. Minimum düşür, çünki motor özü başlayır o tormozlamağa maşını və o ilə də belə zaryadka yığır da, şarj yığır. Ona görə o həmin o aşağı düşəndə o hissiyat yaranır adamda ki, elə bir ki, biraz rahat olursan. Rahat olursan. Yəni əyləc elə bir ki, naqruskada olmur deyə sən onu çox da hiss edə bilmirsən. Bəs belə bir sualım var. Maşın bazarının və yaxud maşın industrisinin gələcəyini necə görürsünüz? Yəni həqiqətən də Çin maşınları bir müddətdən sonra Yaponu, Koreyanı, Almanı, Amerikanı sıradan çıxaracaq və bazarın monopolistinə çevirəcək, yoxsa bu sadəcə birində hype-dır, qalxıb sonra təzədən düşüb balansa oturacaq? Belə deyək, bu geri dönməz reaksiyadır. Yox, yəni bu geri dönməyəcək. Başqa bir qlobal bir şey olmasa, Çinin iqtisadiyyatına bağlı və s. bunları qoyduq kənara da, yəni biz indi normal ideal vəziyyəti götürürüksə, yəni belə davam edəsə, mümkün deyil, olmayacaq. Niyə? Bunun bir neçə səbəbi var. Birincisi, əgər biz yeni enerjili avtomobillər var da, hibrid, elektrik və s. bunlardan danışırıqsa, istər Avropası, istər Amerikası və s. hər bir halda o batareyaların və o digər komplektləşdirici detallar ki var, hər bir halda onları Çindən alırlar. Ona görə yəni qiyməti yuxarı olacaq. Çünki Çin onu istehsal edib satacaq ona, təbii ki, üstündə bir özünün marjası ilə, o da onu alıb özünün marjasını qoyub satacaq bizə. Hər bir halda burada qiymət yuxarıdır. Yəni burada Çindən mübarizə aparmaq mümkün olmayacaq. Bunu qoyduq kənara. Çində ümumiyyətlə avtomobilin onlarda biraz yanaşma başqa cürdür. Bayaq bu söhbətimizdə mən qeyd elədim ki, onlarda daha çox saya üstünlüyü verirlər və üzərində olan mənfəət daha aşağıdır. Avropada amma biznes model olaraq biraz başqa cür yanaşma orada hesablanır. Avropada bir modelin ərşəyə gəlməsi 3 ilə kimi çəkir. Yəni hətta mən özüm şahidi olmuşam ki, onlarda model çıxmamış qocalır. Yəni o qədər təsdiqdən keçməlidir ki, Çində amma 6 ay ərzində yeni model buraxa bilərlər, tam yeni. Yəni bu sürəti nəzərə alaraq,
indiki vəziyyətdə Avropa mübarizə apara bilməyəcək. Konkret, yəni bunu qoyduq kənara və Çin də inkişaf edir. Mən özüm bayaq dedim, 2011-ci ildə Çində olmuşam. 2011 ilə indidəki fərq bilirsən nə qədərdir? Yəni müqayisə olunacaq dərəcədə deyil də. Yəni onlarda avtomobil sferasında o qədər inkişaf var ki, sən görürsən ki, mümkün deyil də. Yəni həmin dövr ərzində mən Avropada da olmuşam da. Avropa brendlərini işləmişəm 8 il, yəni. Orada da görmüşəm inkişaf necə gedir. Amma burada elə deyil. Məsələn üçün Avropada bir platforma ömrü bir 3 ildir də, 3 ildən bir facelift edirlər. O birinci faceliftdə kimi, yəni platforma öz mayasını çıxardır. Təsəvvür edirsən? Sonra başlayacaq profitə çıxmağa. 3 il maşın satılır, maya çıxardır orada. Bu Çində elə deyil. Hə, amma necə olur? Deyək ki, Avropa brendləri tam sıradan çıxacaq, yox, çıxmayacaq. Bir təbəqə olacaq ki, premium və lüks. Orada onlar qalacaqlar təbii ki. Yəni onlarla təbii ki, Çin gəlib müəyyən vaxtdan sonra çatacaq premiuma da, amma ona hələ vaxt var. Onu indi zaman göstərər. Biz bilmirik ki, Avropa necə olacaq. Amma bugünkü gün görürük ki, əksinə Avropa brendləri Çini kopyalayır. Bəli. Yəni Çini kopyalayır. Dizaynda əsasən. Dizaynda və digər şeylərdə, amma əvvəllər tam əksi idi. Əvvəllər yəni mən şəxsən içində olub mənə dedilər ki, biz elə şeylər eləməyəcəyik. Yəni əminliklə deyirlər ki, biz onu etməyəcəyik, amma edirlər indi faktında. Ona görə bunu nəzərə alsaq, bu geri dönüş yoxdur burada, bu gedəcək. Uzun illərdir maşın sferasında olan biri kimi Alman maşın firmaları səncə ucuzlu markalara yönəlib oranı gücləndirib Çinlə orada rəqabət aparmalıdır, yoxsa özlərini də artıq premiumda saxlamaq daha mı yaxşı variantdır? Daha da artırmalıdırlar premium o səviyyəsini, daha da lüks və idman avtomobillər, yəni sport avtomobilləri, sürətli olan avtomobillərdə Avropa qalacaq hesab edirəm. Çünki bu avtomobilləri alanlar bəli emosiyası var, sürəti var və s. Çinin indi bu dəqiqə ondan sürətli maşınları da var, amma görürsən ki, o deyil. Niyə? Çünki burada artıq o ingilislər heritage deyir də, yəni maşının tarixi var. Yəni sən Ferrari-ni alanda təkcə sürətinə görə almırsan. Ferrari-dən qat-qat sürətli maşınlar var idi. Amma Ferrari-ni alanda sən o emosiyanı yaşayırsan ki, bu maşın trekin üzərində qurulub. Bu maşın illərin yarış qalibləridir, Le Mans-da iştirak edib, Formulada və s. Yəni bu maşını alanda sən onu hiss edirsən. Yəni bir növ tarixini alırsan. Tarixini alırsan. Sən deyək ki, Alman maşını alırsan, BMW alırsansa, yəni təbii ki, onun o tarixini alırsan sən. Təkcə o deyil də, o maşının bir 100 illik, Mercedes-in bir ən birinci avtomobil kimi tarixi var da. O maşınla birgə gəlir o üstündə, kompleks. Kompleks ya. Hə, yəni Çində onu eləmək çətindir. Çin artıq nə etsin? Mən hesab edərdim ki, indidən başlasın hər hansısa bir yarışlarda iştirak eləməyə və özü üçün gələcək 10 ilə, 15 ilə, 20 ilə artıq o tarix yığsın. Başa yəni o klassda hesab edirəm ki, Alman maşınlarına çatmaq biraz çətin olacaq. Yəni məsəl üçün bir S-klassdan düşənlə bir Maestro S8-də düşən arasında istərsəməz S-ə daha çox yönəlirsən də. Hə, yəni S-ə yönələcəksən. Niyə? Deyək ki, eyni rahatlığı hər ikisi versə belə, yəni deyək ki, Çinin hər hansısa bir brendi gəldi, çatdı S-klassla rahatlığı eyni səviyyəyə, amma o S-klassın 130 illikdə o üzərində 130-dan da çox 1885-dəndir də, yəni Mercedes. Yəni o tarix onun üzərində var, o Çindəki onu verə bilməyəcək. Adam içinə oturanda artıq o qabaqdakı ulduzu görəndə o tarix yadıma düşür sənə. Hörmətdir. Hə, əlbəttə ki, o başqa şey. Ən çox bəyəndiyin hansıdır bəs mənim şəxsi sualım? Alman maşınları içərisində. Biraz çətin sualdır o, yəni. Ən çox bəyəndiyim. Sən sürməyi sevirsən, ən çox zövq aldığın. Yəni belə deyək də, Alman maşınlarından danışırıqsa, bu Alman, ruslar Nemetskaya troyka deyir də. Yəni bu üçlük ki var, Mercedes, BMW, Audi. Bunların hərəsinin özünə xas olan bir xüsusiyyəti var. Məsələn, əgər biz komfort tərəfdən baxırıqsa, bir mənalı şəkildə Mercedes-ə heç biri çatmır. Bir mənalı şəkildə. Biz daha çox emosiya istəyiriksə, daha çox emosiya bir o maşın həyasızlıq eləsin də, belə deyək. Burada BMW məncə bunların ikisindən də üstü. Amma ikisinin arasında ideal balans Audi-dir. Hətta belə bir şey olur ki, sən BMW ilə elədiyin hər hansısa bir manevri Audi ilə də eləyirsən, daha sakit eləyirsən, daha rahat eləyirsən. BMW-də onu biraz emosional eləyirsən. Yəni maşın emosional olur da. O biraz
O baxır istəyə Adrenalin hə, həzzidir. o biraz istəkdən asılı. Adam var ki, əksinə o həzzi istəyir ki, mən bunu çox rahat elədim, ondan həzz. Adam var ki, amma maşının o həyasızlığını istəyir, Hə. hiss eləsin. Yəni ikisi hərəsinin özünə uyğun bir emosiyası var. Ona görə konkret mənim seçimim hansıdır? Biraz bu çətindir, yəni seçim Hər deməkdə. situasiyaya görə şey Hə, dəyişir. əgər mən daha çox gündəlik sürmək istəyirəmsə maşını, gündəlik, amma o gücü olan, o sport hissiyatı olan bir maşın istəyirəmsə, mən Audi-ni seçərdim. Gündəlik daha çox sürürəmsə, çünki mən baxmadan indi gündəlik sən rahatlıq da istəyirsən axı biraz. Yəni daim o Hər dəqiqə sport avtomobili sportdansan. olmur da, sənin o askılar bərkdir, sükanın biraz o bərkiməsi var, yəni bu səsi var maşının daim. Bu söhbət adamı Aqressiyası var. uzun vaxtlar yorur. Məsəl üçün məndə olub BMW, yəni sport bir BMW, uzun yolda maşın məni yorurdu səsindən. Daim ki o səs qalır. Bir deyək ki, dövrdə saxlayırsan maşını, daim o səs gəlir sənə, o yorur səni. Daim sürə bilmirsən. Məsəl üçün Audi-də elə deyil. Ona görə bir balans istəsəm mən Audi-ni seçərdim. Yox, əgər mən deyək ki, bir həftə sonları bir emosiya yaşamaq istəyirəmsə, yəni elə bir maşın sürmək istəyirəm ki, daimi gündəlik yox da, məni şəhər tıxacda sürməyəcəm. Həftə sonları yaxud başqa bir yolda sürmək istəyirəmsə, hə mən BMW-ni seçərdim və necə ki seçmişəm hal-hazırda da. Elə. Bəs Kitay markalarında lüks deməyim, ortadan yuxarı deyək, 50 min, 60 minlikdə. Məsəl üçün bəlkə çox maraqlı mənim üçün məlumat verdin ki, o Modo həm İngiltərədə, həm də Avropada kifayət qədər tanınır. O Modo kimi deyə biləcəyin 2-3 dənə marka var, Kitay markası ki, düşünürsən ki, həqiqətən də etibarlı olduğunu düşünürsən. Bəli, mən gəl belə deyim. Əvvəlcə deyərdim ki, niyə Omoda, Jayco? Bu da bax bir marketinq təcrübəsidir. Mən başladım Wuling-lə, GMC ilə. Wuling-dəki büdcə maşında ucuzdur. Bazara girəndə bayaqla sadaldığım problemləri gördüm və onlarla rastlaşdım. Onları qarşısını almaq üçün müəyyən tədbirlər və s. hal-hazırda da görülür. Və belə bir araşdırma nəticəsində belə bir faktın şahidi oldum ki, bayaq dediyim kimi müəyyən qiymətdən yuxarı seqmentdə artıq insanlar biraz seçim etməkdə məhsulu önə çıxardır. Mən fikirləşdim ki, mənə elə bir məhsul lazımdır ki, məhsulun üzərindən marketinq eləyim. Yəni mənim özümün təcrübəm olduğu, özümün öyrəşdiyim bir şeyə məhsuldan başlayım və bu məhsulu araşdırmağa başladım ki, Çində hansı bir brend burada yoxdur birincisi və hansını götürüb gəlmək müəyyən səviyyəyə çatdırmaq olar, hansında ki, keyfiyyət, qiymət balansı var. Bu Omoda Jayco Chery qrupun məhsuludur. Çinin o dövlət şirkəti olan Chery qrup. Birinci nüans o idi ki, Chery qrup ən birinci eksport eləyən, avtomobil eksport eləyən istehsalçı idi və ən çox da eksport sayı Chery-də olub. Və bunu da Chery qrup bir məhsul olaraq yaradıblar sırf eksport üçün. Yəni mən burada artıq bu məhsulla bizim buradakı yerli alverçilərin gətirdiyi məhsullarda mənə problem yarada bilməyəcəklər. Çünki Çində yoxdur o maşın. Yəni bir var sən gətirib gəlsən, başqa qiymətə götürür gəlir, sənin xərclədiyin marketinqdən faydalanırlar, sənin məhsulunu satırlar da. Düzdür, indi hər kəs sənin bir biznesində pul qazanır, amma yəni bir dealer kimi bizə bu zərərdir də, bunun ziyandır, bunu hamı görür. Seçimin birinci o oldu ki, bu söhbət yoxdur. İkincisi mən Avropada və digər qonşu dövlətlərdə bunu görəndə artıq mənim özümdə inam yarandı. Yəni mən məsəl üçün Google-da Jayco yazırsansa, Rusiyadakı rəqəmlər çıxır, Rusiya saytı çıxır. Qardaş dövlət Türkiyədə çıxır. Türkiyədə Çin maşını çox azdır, amma baxırsan ki, Jayco artıq orada zavod qurmaq istəyir. Avropada, İspaniyada zavod qurublar. Yəni investisiya eləyirlər Avropaya. Məsəl üçün London Fashion Week-də onlar Fashion Week-in avtomobil partneri oldular və rəqəmlərə baxıb gördüm ki, yəni Avropada ən sürətli inkişaf edən bir brend kimi bu dəqiqə status qazanıb və ona görə də mən bu brendi seçmək qərarına gəldim ki, bəli, bu brend artıq hardasa Avropalaşmışdı, Avropa keyfiyyəti var. Euro NCAP-da 5 ulduz qazanıb, yəni bu böyük faktordur. Yəni bunlardan bir neçəsini sadalanmaq üçün əgər deyirsənsə, mən sadalayardım o brendləri ki, hansılar ki, bax Avropada var. Niyə bu Avropanı etalon kimi götürürük? Çünki onların tələbləri çox sərtdir də. Avropada o tələbləri keçmək, standartlaşdırma və s. çox çətindir. Dünyanın heç bir yerində yoxdur elə. Avropanı bunlar keçə bilirlərsə, o təhlükəsizlikdir, digər məsələlərdir. Orada WL tipi var da, bu dəqiq avtomobillərlə o
yanacaq sərfiyyatı, ixrac olunan qazlar və sairə bunları ölçüb rəqəmlər çıxardırlar. WLTP-dən keçirsə onların rəqəmlərindən onlara uyğun rəqəmlər verirsə, deməli bu avtomobili mühəndislər hazırlayıblar ora keçməyə. Bir də bir Avropalı Alman və yaxud Avropa maşınını qoyub Minnokitai markasını seçirsə, Bəli. bu çox böyük bir faktordur. Bəli, böyük bir Çünki faktordur. Avropalı üçün qiymət faktorundan daha çox biraz da daha fərqli amillərə baxır. Yəni bizim ölkədə sizin dediyiniz kimi qiymət faktoru məhsuldan önə çıxsa da Avropada məncə o qədər də çıxmır. Orada məhsul daha Məhsul çox həmişə çıxır. daha- Məhsul və qiyməti ilə baxırlar. Görür ki, hətta bu məhsulun keyfiyyət Qiyməti qiyməti var. ona uyğundur. Hətta mən soruşdum da orada. Mən son Çində olanda həddən çox Avropalı vardı. Deyirdim ki, bizi başa düşdükdə biz indi qiymətə baxırıq. Sizdə bu ən çox satılır da. Bu necə ola bilər? Siz avtomobilin məskənindəsiz də. Adam mənə bir dənə cavabı oldu ki, birinci növbədə seçim edəndə baxırlar o standartlaşdırmaya və s. Onlar o sənəd söhbətinə daha çox baxırlar. Sonra baxırlar ki, idarə olunmasına, test drive. Hə. Onlarda test drive daha çox inkişaf edib. Yəni onlar müştəri üçün göndərirlər qapısına, orada test edir, günlərlə qalır avtomobil onda biraz daha inkişaf eləmişdi. O test drive-dan sonra adamlar baxır, görür ki, bəli, mən bu qiymətə gedib daha aşağı komplektasiyada bir Avropa maşını, nə bilim, bir Renault alacağamsa, ondan sonra gedim bunu alım da. Peugeot, Hə, Renault. Peugeot Renault alım, bundan alım, ondan qat-qat yaxşıdır maşın. Yəni Avropada belədir. Yəni yanaşma tərzi. Və bu brendlərdən sadalamaq üçün də birinci olaraq o Moda Jayco deyərəm, çünki yəni bu gün ən sürətli satılan, ən sürətli inkişaf edənlərdən biridir. Ondan sonra məsələn Lincoln Co-dur, o da Avropada var. Düzdür, onlar birinci biraz satış strategiyaları başqa cür idi. Onlar orada kifayət qədər ziyan etdilər. Onlar maşını satmırdılar. Belə elə bir ki, rent kimi verirdilər. Yadımdan çıxıb o vaxt mən onlarla danışmışdım. Onlar da bir maşını gəlirdin, pulu verirdin, aylıq pul verirdin, maşını götürürdün, istənilən vaxt götürüb qoyub başqasını götürə bilərdin. Belə bir satış prinsipləri var idi. Orada onlar zərər elədilər. Yəni dealer seçmirdilər onlar. Mən onlara dealer üçün müraciət edəndə o vaxt oradakı biz dealer söhbəti eləmirik. Biz satış tərzimiz belədir. Amma daha sonra gördülər ki, hə o işləmir, artıq Avropada dealerlər var. Hollandiyada ofis açıblar. Hə, ofis açdılar və yerli dealerlərlə işləməyə başladılar, partnyorlar seçdilər. Maşın bəli, orada satılırsa deməli keyfiyyətlidir. Ondan sonra sırf elektrik maşından danışırıqsa, Avropada satılan Xpeng var, ona hörmətim var. Yəni yaxşı maşındır, kifayət qədər keyfiyyətlidir, amma sırf elektrikdir. Bizdə bu tam o infrastruktur olmadığı üçün tam olaraq özünü doğrultmur, amma maşın olaraq keyfiyyətlidir. Zikr bəs. Zikr də maşın keyfiyyətlidir. Yəni Zikrın 9X amma o qədər də tərifləmədilər. biraz şeydir. Avropada 9X təbii ki satılmayacaq. Çünki Avropada indi özün görmüsən də ümumiyyətlə böyük maşınlar, elə bahalı maşınlar sevilmir. O daha çox fokuslanıb məncə Asiya bazarına. Ərəblərə. Hə, yəni ərəb bazarıdır, nə bilim Rusiya bazarıdır, indi ola bilər bizimkilər və s. 8X daha gözəldir amma. Məsəl üçün mən 8X-i daha çox bəyəndim nəinki 9. 9X çox yekə və çox böyükdür biraz. İndi o zövq söhbətində mənim üçün şəxsən böyük. Mən ümumiyyətlə hündür maşın sevmirəm, ümumiyyətlə. Yəni mən hündür maşın bəyənmirəm. Mən daha çox sedanları tövsiyə edirəm, amma zövqlər müxtəlifdir. Böyüyü də xoşlayan var, kiçiyi də xoşlayan var. Zikr bayaq vurğuladın. Zikr də Lincoln Co onlar eyni qrupa, Geely qrupun məhsullarıdır və təbii ki, onlar Lincoln Co-nu keçirdirlərsə, hətta Zikrın bəzi modelləri Lincoln Co ilə eynidirlər, eyni şeydirlər. Ona görə də o da yəni keyfiyyətlidir, hə. Hədsiz dərəcədə. Bir də onların avantajı şeydir də Volvo-dur. Volvo konserninin eyni panelin üzərində yığılması məsələsi var. Məsələn Lincoln Co 08 XC60-la eyni şeyin üzərindədir. Yəni girib baxıram ki, zapças, ölçüsü, hər şey eynidir. Bəzi modellərində var platformaları. Hamısını demək olmaz, amma bəzi platformalarında var, bəli, elədir. Mən bir dənə son bir-iki sualım var. Bir marketinq rəhbəri olaraq həm də artıq direktorsuz da. Direktor olanda şirkətə baxış necədir? Marketinq direktor olaraq baxış nədir? Onların arasında fərq nədir sizcə? Biraz başqa cür cavab verim. Marketinq içərisində olub sonra direktor olursansa, marketoloqlardan yola getmirsən. Yəni belə bir məsələ var. Çünki bilirsən, sən bilirsən bir işi və qarşındakı adam sənə gəlib dastan danışanda deyirsən ki, yox da elə deyil, belədir və o özünün düzgün olmağını vurğulamağa çalışır və sən də onun əksini bilirsən. Yəni burada ya o ilə razılaşmayacaqsan, ya da ki
elə bir adam dəyişəcəksən. Yəni mənim şəxsən oyuna problem yaşayıram. Yəni 5 dənə marketinq meneceri dəyişmişəm və hələ də bir o tapa bilmirsən Bir yəni nəticəyə gələ bilmirsən. yəni o problem var. Direktor olaraq daha geniş baxırsan. Düzdür, əslində marketinq özü o marketinq elmi odur ki, sən məhsulun yaranmamışdan qabaq başlayırsan da, yəni satış belədir ki, verirsən məhsulu o ilə məşğul Bəli. olur. Mühasibatdır, maliyyə belədir ki, konkret rəqəmləri görür işləyir, amma marketinq artıq məhsulun daha dərininə gedir və axırına kimi də izlənməlidir də proses. Məhsulun istehsalından, satışından da sonrakı satış, sonrakı o ki xidmət Proseslər. ki var, o da yəni marketinqin içində olmaq daha genişdir. Ona görə o tərəfdən məhsulu bilmək tərəfdən marketinqdən çıxıb rəhbər olmaq biraz rahatdır. Sən artıq bilirsən sən onu. Amma o sənin biraz tələblərin çoxalır qarşındakı işçidən. Artıq sən bunun hamısını bilirsən. Sən biraz onun maliyyəsindən bilirsən, biraz o məhsulundan bilirsən, satışından bilirsən. Hamısını bildiyinə görə bütün o pozisiyalarla işləmək sənin üçün bir növ rahatdır, bir növ də çətindir. Çünki sən özün istədiyin kadrı axtarırsan, daim onun axtarışında olursan, da o ideal kadrı tapana kimi. Yəni bax bunu deyərdim. Yəni bu Ən fərq var. çətini çəkdiniz. Hə, ən çətin odur. Amma bir marketoloq, yəni marketinqdən rəhbər olmaq daha mı asan gəlir? Yoxsa məsəl üçün satışdan gələn satış yönümlü baxır məsələyə. Maliyyədən gələn hər şey mənfəət və yaxud minus plusla ölçür. Amma marketoloq sizin dediyiniz kimi biraz İkisindən də olur. hər şeyi görə bilir. Məncə, yəni şirkətin uğurlu olması üçün biz o tərəfdən yanaşırıqsa, uğurlu yolu üçün, yaxud uğurlu yolunu qısaltmaq üçün. Yəni təbii ki, satışdan gələn də bir müddətdən sonra öyrənəcək, məcbur da. Yəni gəlib oturmusansa öyrənməlisən, amma o yolun daha qısa olması üçün mən hesab edirəm ki, marketinqdən gələn adam daha tez əldə edər qoyulan hədəfi, nailiyyəti və s. Son sualım, marketinq sektorunda, maşın sferasında işləmək istəyənlərə hansı tövsiyələr verərdiniz? Yeni başlayanlara da təbii ki. Tövsiyə verərdim ki, birinci məhsulu öyrənsinlər, daha yaxşı, daha dərindən, ondan sonra ümumiyyətlə bu işə müraciət eləsinlər. Çünki bax, bayaq vurğuladım, çox şəxsləri görürsən ki, adam məsəl üçün deyir ki, mən marketoloqam da. İndi biliyinin az və çox olması bu ola bilər. Bu normaldır da, hər insan ideal ola bilməz. Amma bir nömrəli insan gərək öz üzərində işləsin. Yəni o çatmış hədəfdə dayanmasın da. Temboli marketinqə bu daha çox vacibdir. Yəni başqalarını indi hardasa biraz yola vermək olur. Marketinq bir yerdə dayandısa, vəssalam. O çünki elə sürətlə inkişaf edir ki, çünki bütün texnologiyaların marketinq bayaq da dedik də, yəni bir özündə birləşdirir və texnologiya da inkişaf edir, dayanmırsa, marketinqlə gərək onlardan ayaqlaşsın. Bir nömrə onu deyərdim ki, adamlar özlərini çalışsınlar, daim inkişaf elətdirsinlər. Gözləməsinlər də, yəni ki, mən hər şeyi bilirəm. Yox, bu söhbət yoxdur. İkincisi məhsul öyrənsinlər. Çünki avtomobil sahəsində işləmək istəyən adam avtomobil entuziastı olmalıdır. Necə ki, mən vurğuladım ki, mənim bu sahəyə gəlişim, yəni mən o işi eşidəndə heç nə fikirləşmədim, gəldim ki, mən bildim ki, mən burada uğur tapacağam. Mən deyək ki, şirkətlərdə treninqlər olurdu, xaricdən nümayəndələr gəlirdi, trenerlər idilər. Mən o askili uşaq birinci partiyada oturub yazan var. Mən hər dəfə qabaqda otururdum, suallarımı verdim, danışırdım, amma digərləri lağlağı eləyirdilər. Və o digərlərin içərisindən gələcəkdə irəli çıxan 1-2 nəfər vardısa, onlardan biri də mən idim. Məsəl üçün biz orada 30 nəfər idik, amma hamısı elə eyni vəzifədə qaldılar. Yəni ona görə istəyərdim bildirim ki, çatdırım daha doğrusu, məhsulu öyrənsinlər. Çünki bu telefon deyil də, deyək ki, telefonu hamımız istifadə edə bilərik. Hər hansısa bir yeyinti məhsuludursa, bunu ümumi istifadədir də, bunun marketinqini rahatdır. Hamımızın evimizdə var, hamımız bilirik. Amma avtomobil belə şeydir ki, bugünkü gün dükandan alıb daşıya biləcəyin ən bahalı şeydir. Ən bahalı şey. Hə, daşınmaz var, amma daşıya biləcəyin ən bahalı şeydir. Ona görə sən biraz entuziast olmalısan, biraz daha dərindən bilməlisən ki, qarşındakı adam, maşını almaq istəyən adam hansı problemlərlə yanaşa bilər, qarşısındakı hansı bariyerlər ola bilər, onlardan məlumatlı olub artıq sən öz rəhbəri və bir layihə ilə gəlirsənsə, hər hansısa bir marketinq, kampaniyasına gəlirsənsə, artıq onları bilməlisən, onun üzərində hər hansısa bir təklif formalaşdırıb birinci öz rəhbəri və keçirməlisən o təsdiqindən, ondan sonra da artıq onu auditoriyaya paylaşmalısan. Bəli. Təşəkkür edirəm mənim maraqlı söhbət üçün. Çox sağ olun. İnşallah növbəti buraxışlarda sizi yenə görərik. İnşallah. Çox sağ ol Murad. Çox xoş oldu və bu
bildiyimə görə sezonun deyəsən 1-ci epizodudur. Onda da uğurlar arzulayıram və gələcəkdə də istər avtomobil sahəsində daha dərindən və yaxud da ki, marketinqdə və yaxud başqa sahədə iştirak etməyə çox şad olaram. Olar, mənim. Bəlkə bir maşının içərisində çəkiliş eləyək. Problem yoxdur. Tez Maşını mi? mən təşkil edərəm. Çəkiliş bizlik. Çəkilişini sizlikdə olar. Oldu.